biz bu seansda yeni qoşulduqlar əzlərə və nəzərinizə çatdıraq ki, uşaqlar, məktəb daxili hər zaman bizim tədbirlərimiz olur bu il ilə bağlı. Bugünkü tədbirimiz isə Dayaq İctimai Sosial Birliyinin təşəbbüsü ilə həyata keçirilir və məişət zorakılığına yox deyək, məişət zorakılığına qarşı nələr edə bilərik? Bu mövzuda da çıxışçılarımız da olacaq, qonaqlarımız da olacaq. Amma ilk öncə mən istəyirəm ki, Azərbaycan Respublikasının dövlət himnini səsləndirək. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda öz canlarını fəda etmiş igid şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah rəhmət eləsin. Bir daha söhbətin əvvəlində, tədbirin əvvəlində vurguladığım kimi, siz görürsünüz burada məişət zorakılığına yox deyil. Uşaqlar, bizim sizlə bununla bağlı çoxlu sayda tədbirlərimiz olur, hansı ki, məktəb psixoloqu ilə, uşaq birliyi, təşkilatçı ilə birlikdə, polis əməkdaşları ilə birlikdə dəfələrlə bu haqda tədbirlər keçirib, sizlərlə fikir mübadiləsini aparmışıq. Hətta anonim sorğular belə keçirmişik. Bugünkü tədbirimiz isə bir daha vurğulayan Dayaq İctimai Sosial Birliyinin təşəbbüsü ilə həyata keçirilir və tədbirimizdə iştirak edən qonaqları sizin diqqətinizə çatdırıram. Biraz az yaşlı məktəblilərdən fərqli olaraq düşünürəm ki, siz məsələyə daha bir optimal yanaşarsınız. Mən bütün qonaqları sadaladıqdan sonra hamısını birlikdə qəşəng bir alqışlayarıq. Dayaq Sosial Maarifləndirmə İctimai Birliyinin sədri İcran xanım Əliməmmədova. Sədrayət rayon polis idarəsinin baş leytenantı Gülər xanım Əliyeva. Deməli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
vəkil Zinət xanım Ağamanlıyeva. Vəkillər kollegiyasının digər bir üzvü vəkil Gülmira xanım Qurbanova. Yenə də vəkillər kollegiyasının digər bir üzvü vəkil Elvina xanım Əliyeva və Azərbaycan Respublikası vəkillər kollegiyasının digər bir üzvü Nigar xanım Əliyeva. Bugünkü tədbirimizdə hüquqşünaslar çox iştirak edirlər. Fürsətdən istifadə edib suallarınızı onlara verə bilərsiniz. Və bildirməmişəm hələ, bu layihənin eksperti Gövhər xanım Quliyeva da bizimlə iştirak edir. Onların hər birinə öz təşəkkürümü bildirirəm, dəyərli vaxtınızı ayırıb, şagirdləri maarifləndirmə işini həyata keçirdiyiniz üçün minnətdarlığımı bildirirəm və ilk olaraq sözü Hicran xanıma vermək istəyirəm. Daha sonra Hicran xanım sizinlə paylaşacaq kimlərin çıxışları varsa. Buyurun. Hörmətli qonaqlar, sizləri salamlayıram. Hər birinizi tədbirimizdə iştirak etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırmaq istərdim ki, Dayak Sosial Maarifləndirmə İctimai Birliyi olaraq Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi ilə məişət zorakılığına yox, layihəmizi həyata keçirməkdəyik. Layihə haqqında qısa olaraq biraz məlumat vermək istəyirəm. Layihəmizin əsas məqsədi cəmiyyətdə məişət zorakılığının səbəbləri, nəticələri, qarşısının alınması, yolları barədə maarifləndirmə aparmaqdan, zorakılıq qruplarının məlumatlandırmaq və onların hüquqlarını müdafiə etməkdir. Cəmiyyətdə geniş yayılmış, lakin çox vaxt gizli qalan sosial problemlərinin məişət zorakılığı ilə mübarizə yönəlmişdir. Məişət zorakılığının müxtəlif formaları, fiziki, psixoloji, iqtisadi haqqında ictimai məlumatlığı artırmaq, qurbanların hüquqları və mövcud dəstək mexanizmləri barədə maarifləndirmə aparmaq, həmçinin zorakılığa qarşı sıfır tolerantlıq mədəniyyətini təşviq etməkdir. Layihə çərçivəsində maarifləndirici materialların hazırlanması, məktəblərdə və universitetdə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı ictimaiyyətə mövcud qaynar xətlər və sığınacaqlar barədə dolğun informasiya veriləcək, hüquqi və psixoloji dəstəyin əlçatanlığı təbliğ olunacaq. Nəticə etibarilə layihə zorakılıq qurbanlarının müdafiəsinə, ailə institutunun möhkəmlənməsinə, gender bərabərliyinin təsdiqinə və sağlam ictimai münasibətlərin formalaşmasına töhfə verəcək. Məişət zorakılığı dünyada və Azərbaycanda geniş yayılmış sosial problemdir. Zorakılıq psixoloji, fiziki, iqtisadi və seksual formada təzahür edərək insanların həyatına, sağlamlığına və rifahına ciddi zərər vurur. BMT-nin məlumatlarına görə dünya üzrə hər 3 qadından biri həyatının müəyyən dövründə zorakılığa məruz qalır. Azərbaycanda da məişət zorakılığı ilə bağlı müraciətlərin artması, xüsusən qadın və uşaqların daha çox risk altında olması problemin aktuallığını göstərir. Məişət zorakılığının yalnız fərdi həyatlara deyil, bütövlükdə cəmiyyətin sosial inkişafına da mənfi təsir edir. Zorakılıq ailələrin dağılması, uşaqların psixoloji travmalar gənc nəsildə aqressiv davranmaların artmasına səbəb olur. Eyni zamanda bu problem gender bərabərliyinin təmin olunmasına, sağlam ailə modelinin formalaşmasına mane olur. Maarifləndirmə işlərinin yetərli olmaması, mövcud qanunvericiliyin və dəstək mexanizmlər ictimaiyyət arasında kifayət qədər tanıdılması problemin daha da dərinləşməsinə gətirib çıxarır. Buna görə də məişət zorakılığına qarşı mübarizədə maarifləndirmənin aparılması, ictimaiyyətin məlumatlandırılması olduqca aktualdır. Layihə bitdikdən sonra layihə çərçivəsində əldə olunan təcrübədən istifadə edəcək və kütləvi informasiya verilişlərində və bu istiqamətdə davamlı iş aparılacaq. Görülən işlər sosial şəbəkə vasitəsilə daha geniş arenaya çatdırılacaq.
Layihənin nəticələrinə dair və ümumiyyətlə layihədə qaldırılmış problemlərin həlli istiqamətində TV veriliş yayımlanacaq. TV verilişlərinin saytlarının, kütlə informasiya saytlarının geniş yayımını həyata keçirəcək. Bununla yanaşı, layihə iştirakçıları qazandığı təcrübə ilə digər bu kimi layihələrin reallaşmasında fəal rol oynayacaqlar. Hörmətli şagirdlər, istərdim ki, çəkinmədən layihəsinin mövzusu haqqında başa düşmədiyiniz suallarınız varsa, qonaqlarımız sizlər üçün cavablandıracaqsınız. İndi isə sözü verirəm hörmətli və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Zinət xanıma. Hörmətli tədbir iştirakçıları və əziz şagirdlər, hər birinizi salam verirəm və qarşıdan gələn medallarla münasibətilə eyni zamanda 28 may Azərbaycan Respublikası Dövlət Müstəqillik münasibətində təbrik edirəm. Və biz bugün bura məişət zorakılığına yox deməklə, məişət zorakılığı ilə mübarizə aparmaq üçün toplanmışıq. Məişət zorakılığı qeyd olduğu kimi cəmiyyətimizin ən ciddi, bizim hər birimizi narahat edən, düşündürən, həm geniş yayılan, eyni zamanda da gizli qalan, yüzlərlə, minlərlə ailədə gizli qalan bir sosial problemdir. Ümumiyyətlə, məişət zorakılığı nədir? Məişət zorakılığı təkcə bizim müşahidə etdiyimiz və sizin başa düşdüyünüz kimi, yəqin ki, çoxumuz məişət zorakılığı dedikdə zorakılıq anlayışını fiziki zorakılıq kimi, şiddət kimi, xəsarət yetirmək kimi, döymək və s. bu formada başa düşürsünüz. Bəli, bu fiziki zorakılıqdır. Lakin məişət zorakılığı 4 forması var. Fiziki zorakılıqla yanaşı bunun burada ifadəsində danışmaq bir qədər daha rahatdır. Həm cinsi zorakılıqdır. Bu həm həmcins ola bilər, əks həmcins ola bilər. Eyni zamanda iqtisadi zorakılıqdır. Məsələn, bir ailədə əgər ata işləyirsə, ananı, qadını, yəni ər işləyirsə, işləməyə qoymursa, özündən maddi cəhətdən asıl saxlayır deməkdir. Bu qadının iqtisadi müstəqilliyini hüququ var ki, buna hörmətlə yanaşılmaması kimi qiymətləndirilir. İqtisadi zorakılıq bu deməkdir. Və psixoloji zorakılıq isə məişət zorakılığının ən geniş yayılmış, eyni zamanda daha ağır formasıdır. Ona görə ağırdır ki, psixoloji zorakılığın aşkar etmək, sübut etmək bir qədər çətindir və bunun travmatik təsiri o qədər ağırdır ki, onun reabilitasiyası çətindir. Və bütün məişət zorakılığının əziyyət çəkən insanlar isə qurbanlarla yanaşı həmin ailələrdə olan uşaqlardır. Çünki məişət zorakılığına biz təkcə ailəli fərqlərin, ailələrin münasibət bəsləməməliyik ki, layiqiyyət yanaşmamalıyıq ki, bu bizim problemdir, qonşumuzundur, yaxınımızındır, bizim ailədə belə bir problem yoxdur. Bu, ümumilikdə cəmiyyətə təsir edən amildir, bütünlükdə cəmiyyətin problemidir. Və xüsusən də ailələrdə baş verən zorakılıq halları gənclərimizdə psixoloji travmanın nəticəsində aqressiv davranışları gətirib çıxarır. Və təəssüflər olsun ki, ürək ağrısı ilə bildiririk ki, məktəblərimizdə son dövrlərdə neqativ halların çoxalmasına, hətta cinayət hadisələrinin artmasının şahidi oluruq. Əslində, məktəbli, uşaq anlayışı ilə bir cinayət hadisəsi, cinayət kar kimi qiymətləndirilməsi, onun təqsir şəxs qismində cəlb edilməsi, məsuliyyətə cəlb olması, cəzalandırılması ziddiyyətli anlayış kimi hesab edirəm ki, ziddiyyətlidir. Baxmayaraq ki, qanunvericilikdə müəyyən yaş dövrlərində artıq şəxs uşaq olsa belə 14 yaşında müəyyən cinayətlər var ki, buna görə artıq müstəqil qaydada məsuliyyət daşıyır və cəzalandırıla bilir. Məişət zorakılığının artması hallarında əsas problemlərdən biri zorakılığa məruz qalmış şəxslərin öz hüquqlarını müdafiə mexanizmləri haqqında məlumatlı olmamasıdır, yaxud da müdafiə olunmalarına inanmamasıdır, güvənməməsidir. Hansı ki, dövlətin əsas prioritet məqsədlərindən, vəzifələrindən biri də məhz bu qurbanların müdafiə olunmasına etimadın gücləndirilməsidir. Və hər bir zərər çəkən şəxs, hər bir məişət zorakılığının qurbanı, siz ailələrinizdə görə bilərsiniz bu şiddəti və yaxud da cəmiyyətdə görə bilərsiniz, qonşularınızda, yaxınlarınızda görə bilərsiniz. Hər kəs bilməlidir ki, onun müdafiə edən dövlət qurumları var, qeyri-hökumət təşkilatları var, onun sığınacaqları var, eyni zamanda ictimaiyyətə açıq olan qaynaq xətləri var. Bu qurumlardan biri dövlətin qurumu olan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyidir ki, həmin agentliyində məişət zorakılığı qurbanlarının reabilitasiya şöbəsi var və 116 və 123 qaynaq xəttləri var. Və məişət zorakılığı bugün ölkəmizdə daha çox qadınları və uşaqlarda, uşaqlarda isə daha çox qız uşaqlarında biz bunu müşahidə edirik. Və buna görə qadına dəstək xidmətləri var. 116-111 çağrı mərkəzidir. Yəni qadınların zorakılığa məruz qaldığı hallarda müraciət edəcəyi qaynaq xəttlərdir. Və hər kəsin bildiyi bir qaynaq xətt var ki, 102 xidmətidir. Düzdür, bu hüquq mühafizə orqanlarıdır, dövlət qurumlarıdır, qeyd etdiyi kimi qeyri-hökumət təşkilatlardır, sığınacaqlardır, qarşılıqlı sıx əlaqədə fəaliyyət göstərirlər və bütün bu hallarda həmin şəxslərə həm psixoloji yardım, həm də hüquqi yardım göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Qanun rejiminə əsasən hüquqi yardımda tamamilə ödənişsiz həyata keçirilə bilər, təmin edilə bilər ki, insan zorakılıq qurbanı nəzərə ala bilər ki, mən müraciət etməliyəm, şikayətlər hazırlamalıyam, hara getməliyəm, hara müraciət etməliyəm. Əlbəttə, bunlar haqqında məlumatlı olmaya bilərlər və bizim cəmiyyətimizdə, Azərbaycan reallığında insanlarımızın hüquqi savadlığı olduqca aşağı səviyyədədir. Məhz bu maarifləndirmə tədbirləri də həmin şəxslərin öz hüquqları haqqında məlumatlı olmasıdır. Və biz əsas məqsədimiz zorakılığı törədib, daha sonra zorakılıqla mübarizə aparaq, özümüzü necə müdafiə edək, yox. Zorakılığın qarşısının alınması üçün, zorakılıqdan azad bir cəmiyyət, sağlam bir cəmiyyət qurmaq üçün, sağlam gələcək qurmaq üçün və güclü bir ailə modeli formalaşdırmaq üçün bütün hallarda hər birimiz zorakılıqdan çəkinməliyik, özümüz çəkinməliyik. Əgər biz şiddət görürüksə, zorakılıq görürüksə, özümüz o zorakılığa adekvat cavab olaraq ona zorakılıqla cavab verməməliyik, qarşılıq göstərməliyik. Əksinə, həmin insana köməklik göstərməliyik. Həm zorakılıq qurbanına, həm də həmin hadisənin, yəni siz bilin ki, qanuni yolla, hüquqi yolla müdafiə vasitələri var. Əgər bir şəxs şiddətə yol verirsə, bunu qanuni şəkildə həmin şəxsin bu şiddətdən çəkindirməyi, islah etməyin yolları var. Şiddətlə cavab vermək olmaz. Biz cəmiyyətdə təəssüflər olsun ki, artıq burada yuxarı yaşlı şagirdlər, yuxarı sinif şagirdlərdir və mən bayaq bu fikri səsləndirmədim, çünki daha aşağı yaşlarda həmin şəxs uşaqlarımız. Və cəmiyyətə təəssüflər olsun ki, hər biriniz yəqin ki, burada sosial şəbəkələrdən istifadə edirsiniz və tez-tez şahidi oluruq ki, ictimai siyasi xadimlərimizdən, elm insanlarımızdan, ziyalılarımızdan gender bərabərliyini pozan nümayişkarlarına çıxışlar eşidilir. Qadınlar alimentə görə boşanır və yaxud da qadın yeri mətbəxdir, qadın mətbəxdə olsa, ev uşağa baxsa, cəmiyyət üçün daha faydalı olar. Hansı ki, belə fikirlərə qarşı biz sıfır tolerant mədəniyyəti formalaşdırmalıyıq özümüzdə. Həm zorakılığa qarşı, həm belə fikirlərə qarşı. Biz də anlayırıq ki, cəmiyyətdə fərqli fikirlər olmalıdır ki, cəmiyyət inkişaf etsin. Yəni, hər kəs də eyni fikirdə olmamalıdır, fikir ayrılığı normaldır. Lakin elə məsələlər var ki, biz burada vahid fikirdə olmalıyıq. Cinayətə qarşı, şiddətə qarşı, zorakılığa qarşı, gender bərabərliyinə qarşı təmin olunmaq, gender bərabərliyinə hörmətlə yanaşmaqda vahid fikir formalaşdırmalıyıq özümüzdə. Gender bərabərliyi dedikdə bu anlayışı mən izah edim, sizin onları başa düşəcəyinizdir. Yəni, qadın və kişilərin, qızların olmaları bərabər hüquqlardan istifadə etməsidir. Və gəlin hər birimiz zorakılıqla mübarizədə aktiv olaq, fəal olaq və öz dostlarımıza qarşı, məktəb yoldaşlarımıza qarşı anlayışlı olaq, empati quraq, ayrı-seçkilik salmayaq. Ola bilər ki, kimlərsə sinifdə dost ola bilər, kimlərsə dostluq münasibəti yarada bilməzsiniz. Amma onu hər hansı bir qıslamaya məruz qoymamalısınız, bullyingə məruz qoymamalısınız, ayrı-seçkiliyə yol verməməlisiniz. Və ailələrinizdə də şiddət gördüyünüz halda, müşahidə etdiyiniz halda yaxşı olar ki, məktəblərdə buna həm məktəbin psixoloquna bildirəsiniz ailəki vəziyyət barədə. Onlar sizə köməklik göstərə bilərlər və qeyd etdiyim qurumlar var, həmin qurumlara müraciət edə bilərsiniz. Yəni, bütün hallarda hər bir münasibətdə, bir problemdə həll yolu var, çıxış yolu var. Məqsədimiz budur ki, zorakılıq hallarına qarşı özümüzdə sıfır tolerantlıq mədəniyyətini formalaşdıraq, yəni özümsüzlüyü formalaşdıraq, bununla mübarizə aparaq və hər birimiz bu mübarizədə aktivə iştirak edək. Bir daha hər birimizə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. İndi isə sözü verirəm Müjgan xanım.
zorakılığı ən qlobal problemlərdən biridir. Onun qurbanları da əlbəttə ki, qadınlardır ən çox ki, hansı ki, onların nəticəsində ailədə baş verən münaqişələrin əziyyət çəkənlər onlardır. Burada uşaqların da burada, deməli, belə deyim, bu qurban vəziyyətə düşməsinin də ən böyük səbəblərindən biridir ki, burada bu ailədə baş verilən məsələlər gizlədilir. Çünki təcrübə də onu göstərir ki, valideyn, məsəl üçün, onlarla, yüzlərlə qadın müraciət edəndə məişət zorakılığının əlaqədar məsləhət alanda bildirirlər ki, belə bir hal var, lakin hüquq mühafizə orqanlarına, digər aidiyyatı qurumlara müraciət etməkdən çəkinirlər. Nəticədə evdə baş verən təzyiq, evdə olan söz-söhbət uşaqlardan yan keçmir. Uşaqlar da hər bir halda bu susma səbəbi bu qadının belə deyim, qorxmağından irəli gəlir ki, əgər mən şikayət edərəm və daha çətin deməli vəziyyətə düşər, ailəm üçün susmalıyam. Çox təəssüf hissi ilə bildirirəm ki, bu susmanın nəticəsində uşaqlar özünə qapanır, hansı ki, məktəb rəhbərliyi də bununla əlaqədar psixoloqlar ayrılır, deməli, danışıqlar aparır. Və mən direktor Nisə xanımla da qiyaqları danışanda məlumatlandırdı ki, belə hallar olanda xüsusi deməli qutular var ki, harada siz müraciət edirsiniz, öz problemlərinizi ora deyirsiniz, ora yazırsınız. Onu qeyd eləmək istəyirəm ki, hər bir halda bildirin. Əgər hər hansı bir təzyiqlə baş verirsə, bunu bildirin. Çünki siz hiss etmədən, sizdə olan bu agresiya və s. gələcəkdə daha çətin məsələlərə, daha ağır cinayət fəsadlara gətirib çıxarda bilər. Yəni, bu günləri... Sözlü kəsilən, yəni yerindəcə demək lazım. Bəli, dərhal. Olur ki, o məişət zorakılığı, riski zorakılığı, cinsi zorakılığa qalmış şəxslər əlaqəsiz də az yaşlılar, öz hüquqlarını bilməyərəkdən gizlədirlər bunu. O da gizləndikcə çox böyük fəsadlara gətirib çıxarır. Yəni, dərhal məlumat verin. Əgər məktəbdə baş veribsə, nəsə bullying halı varsa, evdə valideyninizə məlumatlandırın. Yox, əgər evdə nəsə bir xoşa gəlməz hal varsa, məlumat verin ki, çünki siz, yəni o, belə deyim, daxildə yığdığınız agresiya sabah sizin özünüzün, öz sinif yoldaşlarınıza qarşı çıxara bilər ki, sizin də yaşınız nə qədərdir? 14 yaşından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirləndirilən şəxs qismində cəlb oluna bilir. Yəni, Azərbaycan qanun. Ona görə, yəni, ehtiyatlı olun. Yəni, mən də bir anayam, mənim də evladımın 14 yaşı var. Onu hər zaman belə hallara, deməli, qarşısını alması məqsədini qaçmağa çalışıram. Nəsə baş verəndə dərhal müəllimələrə də tapşırıram. Bu günləri müəllimələr əgər sizə dərs oxuyur, nəsə acıqlı, o demək deyil ki, onlar sizin pisliyinizi istəyir və s. Onlar sizin gələcəyiniz üçün çalışırlar. Onlar istəyirlər ki, siz də yetişkin olaraq cəmiyyətə layiqli övlad olasınız, hər biriniz polis olasınız, nə bilim, həkim olasınız, ürəyiniz hansı peşəni istəyirsə, onun sahibi olasınız. Bu günləri bu halların qarşısını almaq üçün məsuliyyətdən biri də sizin üzərinizdəndir. Digər məsuliyyət müəllimələrinizin üzərindədir ki, hansı ki, qarşısını dərhal almalıdır, dərhal müvafiq orqanlara məlumat verməlidir ki, gələcəkdə sağlam cəmiyyət üçün sağlam gənclər biz böyütməliyik, başa çatdırmalıyıq. Yəni ki, bizim həmkarlarımız da bu yağlarda çox çıxış elədi, indi çıxışı gözlənilən həmkarlarımız da var. Yəni, bir məsələni qeyd eləmək istəyirəm, yalnızca özünüz, yəni bu kimi hallar, negativ hallardan uzaq durun və xüsusən bizim hər birimizin bir dənə düşməni var. Siz düzdür, onu dost kimi qəbul edə bilərsiniz, sosial şəbəkələr. Ondan çalışın, maksimum uzaqlaşın. Çünki bu günləri o adi oyun sabah sizin vaxt itkilizə sərf edilir ki, hansı ki, siz onun əvəzinə kitab oxuya bilərsiniz, nəsə faydalı məlumatlar əldə edə bilərsiniz. Bu qədər. Çox sağ olun, təşəkkür ederim. Çox sağ olun, Nigər xanım, minnətdarım. İndi isə sözü verirəm Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Gülmirə xanım Qurbanov.
atanız, ananız, kimsə övladlığa götürsə, övladlığa götürənləriniz, nənəniz, babanız sizi döysün, təhqir eləsin, hansısa xoşa gəlməz hərəkətlər eləsin sizə qarşı. Yəni, bu məişət zorakılığıdır. Bunu yəni, sezdiniz, gördünüzsə, məktəbdə yəni, direktorunuz dedi ki, qutunuz var və onu müəllimənin özünə deyin. Hansısa etibar elədiyiniz müəlliminizə deyin, psixoloqunuza deyin. Yəni, psixoloqa hamısı gəlib çıxa bilməz, amma öz sinif rəhbərləri daha yaxınlarındadır. Gündəlik münasibətlər sizin sinif rəhbərinizlə. Və yaxud 102 xidməti var, yəni dərhal cavab verirlər, yəni o digər qurumlar kimi bütün Azərbaycan mahnıları çalmır da. Zəng eləyən kimi anında cavab verir. Özünüzə qarşı olsun, yəni özünüzə qarşı olmasın, küçədə başqası. Yəni gördüksə elə bir hərəkəti dərhal dövlətin orqanı var, ona zəng edin, ən rahat çatılası, ən tez, yəni küçələrdə postpartlı xidmətləri nəsə onun üçün gəlir ki, onlar dərhal zəng edirlər və xəbər verirlər, gəlirlər. Yəni siz görən kimi dərhal polisə özünüz, yəni belə bir hal sezəndə deməyin ki, siz yaşlı uşaqlar adətən özlərini hamıdan güclü hesab edirlər. Çünki bədəncə böyüyübsünüz, elə bilirsiniz ki, siz o balacalar kimi deyilsiniz. Amma yəni, davaya dava ilə qarşılıq vermək olmaz. Öz həyatınızda təhlükəyə düşəcək, yaxınlarınızın da həyatı, o qarşıdakı insana da istəmədən başqa yəni, hadisə baş verər, fəlakət olar, sizin cavanlığınız gedəcək, sizin həyatınız puç olacaq. Yəni, evdə də görsəz elə bir hadisə, yəni, mən demərəm hanımınızın evinizdə ata-ananızı döyür və yaxud nəsə başqa bir şey, amma görsəz, məsəl üçün, kimdəsə qonşuda filan polisə məlumat verə bilərsiniz. Vəkillər kollegiyası, yəni, vəkil büroları var, keçəndə girib məlumat verə bilərsiniz. Pulsuz hüquqlu yardımlar xanım dediyi kimi göstərilir onsuz da. Digər dövlət orqanlarına məlumat verə bilərsiniz. İcra hakimiyyətlərində, yəni şöbə var bununla bağlı, icra hakimiyyətlərinə gedib deyə bilərsiniz. Sizdə Səbail rayon icra hakimiyyətidir, yəni gedib məlumat verə bilərsiniz. Siz yəni öz hüququnuzu bilməlisiniz. Hamınız indi hüquqşünas olmayacaqsınız təbii ki, hərəniz bir peşənin sahibi olacaqsınız. 3 ay yay tətili olacaqdır. 3 ay yay tətilində ən azından konstitusiyamıza alınır. Ən azından ailə məsələsini başa düşməyəcəklər. Məsəl üçün, məişət zorakılığı ilə bağlı qanun var. Hamınızın Allah'a şükür, məncə kompüteriniz, yəni internetə çıxışınız olacaqdır. Oradan çap edib oxuya bilərsiniz. Yəni, heç olmasa öz təməl hüququnuzu bilin ki, sizin nə hüququnuz var. Yəni, məişət zorakılığı çox pis bir şeydir. İnsanı həmişə kim müdafiə edir? Onun özünkülər də, ailəsi, doğmaları, əzizi. Yəni, səni əgər evində pis vəziyyətə qoyurlarsa, səni artıq, yəni dövlət hər bir halda vətəndaşını, vətəndaşı olmayan insanı da müdafiə edir. Ailəsi tərəfindən bu vəziyyətə düşən insanı, əl-arxusuz uşağı, qadını, qocanı, kim ki daha köməksiz vəziyyətdədir, onu daha çox öz ağışına alır, daha çox, yəni bu məişət zorakılıq haqqında qanun, xüsusi bir qanunun çıxması demək ki, dövlət bu istiqamətə xüsusi diqqət yönəldirdi. Və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Görürsünüz, adında da yəni ailə, qadın və uşaqdır. Bunu müdafiə eləmək deməkdir. Ailə də, yəni ailənin təməli sarsılmamalıdır. Ailənin təməli ki sarsıldı, ailə ki zəiflədir, dövlət də zəifləyəcəkdir. Ona görə sizin balaca deyilsiniz, artıq yəni 9-cu sinifdə mən belə başa düşdüm ki, 9-10-cu sinifsiz, yəni artıq ağlınız kəsən yaş dövründəsiz. Özünüz də başa düşün ki, yəni tək sizə qarşı bu hərəkət olunanda necə sizə pis təsir edirsə, siz də kiməsə o hərəkəti eləyə bilməzsiniz. Necə ki, xanım dedi, 14 yaşından məsuliyyət müəyyən olunub artıq. Yəni, Allah eləməmiş, nəsə olsa, sizin özünüz də məsuliyyətə cəlb oluna bilərsiniz. İllər əvvəl mən bir insan, yəni gördük, biz öz işimizlə əlaqədar elə insanlarla qarşılaşırıq. Bir cavan oğlan idi, 17 yaşında buna gəlib küçədə kimsə sataşır, sözlə və nəyləsə və bu bunu belə deyək, görmək istəyir, nəticədə görmək istədiyi adam ölmüşdür və insanın ömrü 10 il getdi. Yəni, o artıq məsuliyyətə cəlb olunmuşdur. Yəni, onu da yadınıza saxlayın. Yəni,
kiçik bir zarafat, yəni sizin zarafat bildiyiniz şey bəlkə də qarşıdakı insanı təhqir öyrənməkdir bəsdir. O heç kəsin ailəsi ilə, fiziki görünüşü ilə, necə deyim, maddi vəziyyəti ilə laqabiyetlə çevrilməz. Sabah bu özü də müəlliməli dedi ki, bu ilin yerini yəni buna diqqət yetirən sağ olun. Çox sağ olun Gülmürə xanım. Çox gözəl məlumatlandırdınız, təbliğ elədiniz uşaqlara. İndi də sözü verirəm layihənin eksperti Gövhər xanım Quriyeva. Çox sağ olun İcra xanım. Mən də uşaqlar elə yerindəcə fikirlərimi bildirmək istəyirəm. Birinci növbədə yenə də İcra xanım adından, öz adımdan bir layihə eksperti olaraq hər birinizə təşəkkür edirəm. Sizin gözəl direktorunuz İsa xanıma təşəkkür edirəm. Öz dəyərli vaxtınızı ayırırsınız. Yəni artıq musiqilərin sonuncu mərhələnin vaxtıdır, sonlanan vaxtıdır. Sizin vaxtınız daha dəyərlidir, daha qiymətlidir. Lakin bugünkü məsələ, yəni bu ailə zorakılığı ilə bağlı olan bir məsələ və gündəmin vacib məsələsidir. Siz hər biriniz gələcəyin müstəqil vətəndaşlarısınız və gələcəkdə biz istəyirik ki, siz dövlətimizin, xalqımızın layiqli vətəndaşları olasınız. Harada olursunuzsa olun, bayaqları xanım da çox gözəl şəkildə qeyd elədi. İlk növbədə öz hüquqlarınızı, azadlıqlarını bilməlisiniz. Azərbaycan demokratik, unitar bir respublikadır və siz onun vətəndaşlarısınız. Bir gündən sonra Azərbaycan Respublikasının yaranmasının 108-ci il dönümünü biz qeyd edirik. Bu münasibətlə də hər birinizi təbrik edirəm və dünyada təxminən uşaqlar 3000-dən çox xalq var. Lakin bunun cəmi cümlətanı hardasa 250-si dövlət qurmağa müvəffəq olubdur. Və o cümlədən də Azərbaycanla coğrafi cəhətdən yerləşdiyi balaca bir ərazi olsa da biz çox fəxr edirik ki, bizim dövlətimiz var, biz müstəqil bir dövlətin vətəndaşlarıyıq və bu müstəqillik uğrunda zaman boyu, əsrlər boyu biz şəhidlər verə-verə gəlib bu mərhələyə çatmışıq. Və ilk öncə bir müəllimə kimi, bir vətəndaş kimi tövsiyəm odur ki, bu dövlətin qədrini bilək, dəyərini bilək və harada olursa olaq, layiqincə Azərbaycan vətəndaşı kimi onu təmsil edək. Digər bir məsələ isə, yəni bu zorakılıq məsələsi, ailə məişət problemləri və bizim çalışdığımız nədir? Bugünkü maarifləndirici bu toplantının məqsədi nədir uşaqlar? Sizin hüquq və azadlıqlarınızı sizə başa salmaq və gələcək həyatınızda qarşılaşacağınız problemlərlə ilk öncə rastlaşarsınızsa, hansı müstəvidən ona baxmaq, ilk növbədə təbii ki, hüquqi nöqteyi nəzərdən, hüquq müstəvisində bu məsələləri həll etmək lazımdır. Yəni, emosional şəkildə hər biriniz gəncsiniz, yaşınızın keçid dövründəsiniz və bugün heç kim heç nədən belə deyək, sığortalanmayıbdır. Hər bir şəxslə müəyyən psixoloji durumu olan insanlar var ki, yaşınızdan asılı olmayaraq, öz yaşınızla da, sizdən böyüklərlə və balacalarla da təmasda olanda həmişə məsafəni gözləmək lazımdır. Və məişət sonrakılığı uşaqlar, bayaqları bizim xanımlarımız, hüquqşünas xanımlarımız da qeyd elədi. Birinci növbədə insan öz yaxınlarından gəlir. Bu mənəvi zərbələr insan öz yaxınlarından alır. Bu zorakılıq məsələsi isə 4 mərhələdə özünü göstərə bilir. Ən pisi isə uşaqlar hansıdır? Yəni o psixoloji travmalardır ki, ailələrdən asılı olaraq heç kim ailəsindən sığortalanmayıbdır və dünyada elə məsələlər var ki, yəni hansı nöqteyi nəzərdən biz ailələrimizi özümüz seçə bilmirik. Biz ata-analarımızı, qohum əqrabalarımızı biz özümüz seçə bilmirik. Bunlar bizə hazır şəkildə Yaradanın verdiyi bir nemət mi deyim, hədiyyə mi deyim və sadəcə olaraq insanın formalaşması üçün təbii ki, onun qohum, əqrabası, ailəsi əsas məsələlərdən biridir. Və digər tərəfdən isə təhsil aldığımız təhsil məsələsində və bir məsələ də yeni nəzərdə saxlayıb uşaqlara Azərbaycan Respublikası demokratik respublika olaraq hər bir vətəndaşına təhsil hüququ verir və orta təhsil pulsuzdur. Digər tərəfdən isə yəni gələcək bir vətəndaş kimi seçiminizdən asılı olaraq azad şəkildə həyatınızı davam etdirirsiniz. Təhsil hüququnuz var, bundan istifadə edin, bunu dəyərləndirin. Lakin digər
digər tərəfdən isə formalaşmaq üçün təbii ki, aldığınız təhsil müəssisəsi önəmlidir, ətrafınız önəmlidir. 60% siz ailənizi təmsil edirsinizsə cəmiyyətdə, oradan tərbiyənizi gətirirsinizsə məktəbə. 30% isə təbii ki, sizi əhatə eləyən məktəb müəllimləriniz, müdiriyyət formalaşdırırsınız. Digər tərəfdən isə bu ünsiyyət qurduğunuz və bayaqlar xanım çox doğru qeyd elədi. Ən böyük bəlalardan biri sosial yenilikləri biz tərcih edirik. Biz bütün həyatımızın bütün sahələrində internet resurslarından sıx şəkildə istifadə edirik. Dönə-dönə istifadə edirik. Lakin mən siz gənclərə tövsiyə edirdim bir müəllimə kimi. Biraz bu sosial formalaşana qədər, həyat yolunuzu seçənə qədər biraz sosial şəbəkələrdən kənarlaşın. Çünki bilmək olmur ki, qarşı tərəfdə, kontaktda olduğunuz insan sizi necə manipulyasiya edir, sizin necə istifadə edir, hansı məqsədlər üçün sizdən istifadə edə bilər. Bunun üçün də tövsiyəm odur ki, bu məsələlərə diqqət yetirin. Digər tərəfdən isə uşaqlar, bir dövlət olaraq biz həmişə, yəni dövlətimiz biz vətəndaşların yanındadır. Və sizin hüquqlarınızı qorumaq üçün çox böyük təşkilatlar var. Ondan təbii ki, ən böyüyü də ailə, qadın və uşaq deməli problemləri üzrə dövlət komitəsidir. Baxın, orada uşaqlar adına diqqət edin, mən də bunu xüsusi olamaq istəyirəm. Ailə, deməli dedik, tərbiyə ailədən gəlir. Qadın, deməli qadın əsas məsələdir, ailənin sütun hissəsidir. Və xanımlarımız, qızlarımız bizim gələcək nəslin davamçılarıdır. Mən keçmişdən, tarixdən bir misal çəkim ki, uşaqlar deməli 19-cu əsr artıq kapitalizm inkişaf eləyərkən, düzdür, biz həmin dövrdə də Çar Rusiyasının tərkib hissəsindəydik. Lakin bizim formalaşmış burjuaziya sinifli nümayəndələri, böyük xeyriyyətçi Hacı Tağıyev qızların təhsil almasına xüsusi önəm vermişdi və hətta 3 dəfələrlə deməli Yelizavetaya həmin dövrdə Çar Rusiyasının deməli çağırıcısı olan ona müraciət eləmişdi qiymətli hədiyyələrlə ki, burada qızların təhsil alması üçün gimnaziyalar təşkil olunsun. Və Hacıya sual vermişdilər ki, nədir sənin marağın ki, qızlara təhsil vermək istəyirsən? Müsəlman bir cəmiyyəti olaraq bilir ki, burada dini qayda qanunlar var idi, qadınlarımız hicab var idi və s. Və o çox gözəl cavab vermişdi ki, bir kişinin təhsil alması, bir ailənin təhsil alması deməkdir. Lakin bir qadının təhsil alması isə bütün cəmiyyətin savadlı olması deməkdir. Baxın, bir məsələdə uşaqlar, erkən nikah məsələsidir. Bu məişət zorakılığında, yəqin ki, xanımlarımız siz də məni dəstəklərsiniz. Bizim, belə deyək ki, ən yaralı yerlərimizdən biridir. Əsasən bölgələrimizdə bu problemlərlə daha çox, belə deyək ki, qarşılaşırıq. Və bir demokratik dövlət olaraq hüquq var ki, 18 yaşından gec nikaha girilməməlidir. Bu qətiyyən, yəni bu tez nikaha girilməməlidir, üzr istəyirəm. Yəni bu da zorakılığın bir növüdür. Bəzən valideynlər məcbur edir, qız uşağı tez ailə qursun, nə bir gecikməsin. Cinayət məsuliyyətinə cəlb olunur, bəli. Əgər evlərdə, ay qızlarım, ay gözəl şagirdlərimiz, sizə üzünüzü tuturam, əgər belə bir problemlərlə qarşılaşırsınızsa, dərhal təhsil aldığınız müəssisəyə, sinif rəhbərlərinizə, direktorunuza və psixologunuza müraciət edə bilərsiniz. Bilirsiniz, bugünkü bu məsələ qadın da ona görə xanım, təbii ki. Yəni, bizim məqsədimiz sizi maarifləndirməkdir. Bax, bu qeyri-hökumət təşkilatının, deməli, bizim, bax, bu, burada da görürsünüz, məişət zorakılığıdır, dayaq sosial maarifləndirmə, ictimai birliyinin əsas məqsədi. Əsas məqsədi ondan ibarətdir ki, uşaqlar, bir var o problemlə tək qarşılaşasınız, yəni tək çözməyə çalışasınız. Bir də var ki, maarifləndiriləsiniz və artıq o məsələlərlə qarşılaşanda hara müraciət eləməyinizi, hüquqlarınızı çox gözəl şəkildə bilirsiniz. Vaxtınızı çox almaq istəmirəm. Çox sağ olun, diqqətinizə görə. Üzr istəyirəm, bir dəqiqə. Hə, Gülmə xanım, buyurun. Qadın dediyiniz kimi, Tağıyevdən misal çəkdir. Həmən hadisə ilə bağlı, yəqin ki, baxanlarımız olub, Tağıyev məktəb bütün kinoteatrlarda var. Qarşıdan bayram günləri gəlir. Gedə biləriniz, geçsin, baxsın. Həqiqətən çox təsirli filmdir. Yəni, adam əməlli başı baxsan və özü təsirsiz olan insanın nələr də mübarizə aparıb məktəb açdığını görür. Yəni, mən tövsiyə edirəm ki, dedim, baxın. Çox sağ olun, xoşdur. Əlbəttə ki, yəni, söhbətimiz bax, bu gözəl zaldır, bayaqlarki zaldan fərqli olaraq diskusiya şəklindədir. Mən hətta uşaqlar, mən sizdən suallar gözləyirəm. Burada bizim, yəni ki, vaxtını ayırıb gələn xanımlarımız var.
hüquqşünaslarımız var. Yəni bunlar sizin üçündür, biz sizin xidmətinizdəyik. Sizi maraqlandıran məsələlər varsa, bizim burada gözəl azyaşlılarla işləyən bizim polis xanımımız var. Bu nöqteyi nəzərdən bəxtlər edir. Bütün məsələlər o müstəvidə həll olmalıdır. Kimsə, əsasən şagirdlərdə çox olur. Sözləri çək gəlir, məktəbin arxasına gedək, filan yerə gedək, filan dəstə gəlsin. Baxın, Bayqlar xanım da qeyd elədi, 18 yaşında bir gəncin həyatının məhv olması olur, bəlkə də gözəl parlaq gələcəyi olardı, harada yaxşı həkim olardı, mühəndis olardı. Bəli, görürsünüzmü? Yəni, adi, ani bir sərt, Allahsızlıq bir vəziyyət görün gətirib para çıxardır. Hər birinizə təhsildə uğurlar, can sağlığı arzu edirəm. Suallarınız varsa biz buradayız, sevə-sevə sizi dinləməyə hazırlayıq. Çox sağ olun, diqqətinizə görə. O pisdir. Sual var. Şimdi de söz verirəm Sabah rayonunun baş leytenantı Gülər xanıma. Biz onsuz tez-tez gəldik bura, uşaqların üçün yəqin ki, sima olaraq danışırsınız. Gəlib tez-tez tədbirləri keçiririk. Burada bütün vəkillərimizin, bütün qonaqlarımızın dediyinə mən də qoşuluram. Mən də ən çox həmişə biz narkomaniya ilə bağlı qarşı gəlirik, onunla bağlı tədbirlər, amma həmişə məni narahat edən şeylərdən biri də bu uşaqlar arasında olan bullyinglərdir, uşaqların bir-birinə təsir eləməkdir. Bəlkə çoxlu utanır, çəkinir, demək istəmir. Onsuz həmişə gələndə bunu bilirik, yəni kimin elə bir problemi varsa, sinif yoldaşları tərəfindən, hər kəs, ətraf mühitdə kim varsa, dostlarımız tərəfindən, müəllimələr tərəfindən, evdə ailəmiz tərəfindən, hər kim tərəfindən, əgər təsirə məruz qalırsa, yəni həmişə deyilir, mütləq özünüzü müdafiə, hüquqlarınızı bilin, bizə müraciət edin, kömək lazımsa, hətta bizim hər dəfə əvvəl Emin müəllim edildi, Ali müəllim, şöbə müdürü, hər dəfə onu da bildirdik ki, yəni bu məhvlik də qorunacaqdır. Siz çəkinməyin ki, bunu bildirəndə, sabah kimsə bilər, uşaqlar biləcək, nə bilim qonşu biləcək, hətta siz yaxınlaşıb nəyisə müraciət edəndə, kömək istəyəndə o məhvliklə qorunub saxlanacaqdır. Yəni ondan belə narahat olunur. Nə demək lazım olsa, həmişə hər zaman bizə müraciət edə bilərsiniz, mütləq müraciət edirsiniz. Sağ olun, xanım, minnətdaram. İndi də sözü verirəm xanım Elvina xanım. Salamlayıram. Düşünürəm ki, bu mövzu barəsində kifayət qədər məlumatınız oldu. Mən çox istəyərdim ki, siz bizə suallarınızı ünvanlayasınız. Əgər nəsə qaranlıq qalmış məqamlar varsa, siz suallarınızı yönəldib, biz sizə cavab verməyə çalışaq. Əgər sual yoxdursa, nə deyim, yəni, istəyirsinizsə, bu mövzu barədə biraz da geniş danışmaq olar. Hər bir halda bir vəkil olaraq, bir vətəndaş olaraq kömək etməyə hazırıq. İstəsəz bizlə sosial şəbəkələrdə əlaqə saxlaya bilərsiniz. Vəkillər kollegiyası da bizim nömrələrimiz var. Eləcə də vəkillər kollegiyasının özündə də belə yəni bu məsələləri işıqlandıracaq şəxslər var, səlahiyyətli şəxslər var. Siz onlara da müraciət edə bilərsiniz. Yəni sizin imkanlarınız kifayət qədər çoxdur. Əsas odur ki, siz qorxmayasınız bunu etməyə. Ürəkli olun, özünüzü qoruyun, təhlükəsizliyinizi təmin etməyə çalışın. Biz də sizə yardım etməkdə hər zaman hazır olacağıq. Əlimizdən gələni edəcəyik. Bu qədər. Hörmətli qonaqlar, hörmətli şagirdlər, sizə çox sağ ol deyirəm, minnətdarlığımı bildirirəm. Tədbirimizdə gözəl qonaqlarımızın müraciətlərini, sözlərini eşitdiniz. Yəqin ki, bunlardan bir nəticə çıxararsınız. Mən öncə Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatının dövlət dəstəyi agentini Aygün xanım Əliyevaya təşəkkürümü bildirirəm. Azərbaycan kollegiyasının rəhbəri Anar Əliyevə
Aydın müəllimə, Orxan müəllimə, Dilara xanıma, burada iştirak edən bütün vəkillər kollegiyasının vəkilləri, Nigar xanım, Elvina xanım, Gülmirə xanım, Ziynət xanıma, hamısına eksperti, layihənin eksperti, Gövhər xanıma, məktəbin 239 nömrəli məktəbin direktoru, hörmətli, mehriban, səmimi Nisə xanıma təşəkkürümü bildirirəm ki, bizə bu gözəl şəraiti yaratdığına görə, bizə qızıl vaxtını verədiyinə görə çox sağ olun bildirirəm. Çox sağ olun.